Mayın 5-ni dünya ictimaiyyəti beynəlxalq əlillərin hüquqlarının müdafiəsi günü kimi qeyd edir. Bu tarix 1992-ci ilə təsadüf edir. Mayın 5-də Avropanın 117 ölkəsində əlilliyi olan insanlar eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara qarşı ayrı seçkiliyə qarşı mübarizə günü keçirdilər. Həmin vaxtdan belə tədbirlər ənənəvi hal alıb və mayın 5-də keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm dəyişikliklər olub. Biz təşkilatın nəzdində, yəni Valideyn Komitəsinin nəzdində Günəş İncəsənət qrupu yaratmışıq ki, o İncəsənət qrupa da daxildə həm rəqs qrupu, əl işlərlə bacarıqlı olan gənclərimiz, uşaqlarımız, valideynlərimiz hətta çalışırıq mütəmadi Valideyn Komitəsindən və eyni zamanda əlilliyi olan insanlarla, qadınlarla, onların hüquqlarının müdafiəsində müxtəlif səpkidə hüquqi maarifləndirmə işləri, belə ki, Ombudsman Qərb regionunun rəhbərliyi ilə, yəni ofisindən birlikdə əməkdaşlığımız var və bu əməkdaşlıq çərçivəsində eyni zamanda təşkilatımızın nəzdində hüquqi yardımlar, yəni təşkilat qurulan gündən ta bu günə qədər və hal-hazırda da davam edir. Ölkəmizin hər bir bölgəsində əlillərin cəmiyyətə inteqrasiyası üçün bir çox proqramlar təsdiq edilib. Hansı ki, bu proqramların bir çoxu dövlət tərəfindən dəstək görüb. Günəş rəqs qrupu Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin nəzdində əlilliyi olan uşaqların Valideyn Komitəsinin rəhbəri Nurlana Həmzəyeva tərəfindən yaradılıb. Qrupun 12 üzvü var, 8 nəfər üzvü Down sindromludur. Elə qrupun adı da onlara uyğun, Günəş adlandırılıb. Qrupun baletmestri Xaliq Əliyevdir. Qrupun yaradılmasının əsas məqsədi əlilliyi olan uşaqlar və gənclərin cəmiyyətə adaptasiyası, onların arasında xüsusi istedadlı olanların aşkara çıxarılmasıdır. Günəş rəqs qrupu Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin nəzdində yaradılıbdır. Qrupun yaradılmasının əsas məqsədi əlilliyi olan uşaqların cəmiyyətə adaptasiyası və sosiallaşmasıdır. Təbii ki, cəmiyyət olaraq bizim bu uşaqlar qarşısında, ümumiyyətlə əlilliyi olan şəxslər qarşısında öhdəliklərimiz var. Biz bu öhdəlikləri yerinə yetirməliyik və eyni zamanda bizim bu uşaqlardan öyrənməli çox şeyimiz var. Adicə məşq vaxtında biz görürük ki, bu uşaqların müəyyən sağlamlıq imkanlarında məhdudiyyətlər var və onlar bir-birlərinə rəqs müddətində dəstək verirlər. Məsələn, yeriməkdə çətinlik çəkirsə, əl-qol hərəkətlərində çətinlik çəkirsə, bir-birlərinə dəstək verirlər. Və mən düşünürəm ki, biz bu uşaqlardan çox şey öyrənməliyik, sevgini öyrənməliyik, mərhəməti öyrənməliyik. Uşaqlara milli rəqslər öyrədilir, hal-hazırda 2 milli rəqsi artıq öyrənmişik və şəhər tədbirlərində çıxış etmişik. Qarşımıza məqsəd qoymuşuq ki, bölgədə keçirilən bütün tədbirlərdə və eyni zamanda Respublika səviyyəsində keçirilən bütün tədbirlərdə bizim uşaqlarımız öz bacarıqlarını, məharətlərini göstərsinlər. Birinci də bulan bayram ərəfəsidir. Dedim, gəlin bayram axşamları rəqsini quraq. Görək o biraz, bu birisi o digər rəqsdən nisbətən biraz sayələrdə rahatdır. Bu rəqsin quruşa başlayıb, elə bu uşaqların belə problemli olmağını təmiz unutdum. Elə bir normal uşaqlarla rəqs işləyirəm. Necə ki, o uşaqlar işləyib, eləcələ o və dedim, düzəlməlisiniz. Bunların həstəsüstlərinə getdim, biraz çətinliyə saldım bunları. Gördüm ki, istədiyim vəziyyəti ala bilirəm. Yəni, istədiyimi eləyirlər. Düzdür, bir 10 dəfədə, 20 dəfədə çətinliklə olsa da götüstürə bilirəm onlara. Başa düşdünüzmü? Ondan sonra gözəl bir rəqs alındı, özlə tədbirlərdən çıxdılar, oynadılar. O qədər belə təsəlli gəldi. O boşluqlarım var, keyif görən bu alacam. Bunlar tam tərsi. Yəni, öz yerinə oturdu ki, yox, bunlar da alınacaq. Günəş rəqs qrupu təkcə Gəncədə deyil, ətraf bölgələrdə yaşayan əlil uşaqları da ətrafına toplayır. Yeri gəlmişkən, qrupun üzvləri Aslan Hüseynovun Gəncə mahnısına çəkiləcək yeni klipin məşqlərini edirlər. Qrupun artıq Gəncə xanlığının bayrağının elementlərini və Gəncənin gerbini özündə əks etdirən rəqs geyimləri də hazırdır.